Yumşaq bacarıqlar və sərt bacarıqlar. Situasiya sualına çox düşür yumşaq bacarıqlarla bağlı və müəllimlərimizə həmişə qaranlıq qalır. Hansı fəaliyyətdə yumşaq bacarıq var, hansı fəaliyyətdə sərt bacarıq var. Əvvəlcə gəlin görək, sərt bacarıq nədir, yumşaq bacarıq nədir? Sərt bacarıq şagirdin hər hansı fənlə bağlı olan biliyidir. Riyaziyyatla bağlı biliyi, tarixlə bağlı biliyi, coğrafiya ilə, biologiya ilə fərqi yoxdur. Yəni, hər hansı bir fənlə bağlı olan bilik sərt bacarıqdır. Yumşaq bacarıq isə həyatı bacarıqdır. Ünsiyyət, əməkdaşlıq, tolerantlıq, qayğıkeşlik, humanizm, bunlar yumşaq bacarıqlardır. Hətta liderlik belə sərt səslənsə belə yumşaq bacarıq sayılır. Yumşaq bacarıq əməkdaşlıq olan, ünsiyyət olan istənilən fəaliyyətdə var. Yəni, biz situasiya testində görürsə ki, şagird qrup işindədir, komanda işindədir, layihə işindədir, cütlərlə işdədir, mütləq orada yumşaq bacarıq var. Demək olar ki, sinifdə baş verən fəaliyyətlərin 90%-ində yumşaq bacarıq olur. Bir halda yumşaq bacarıq olmaz ki, şagird orada yalnız bilikdən istifadə edir. Yəni, yalnız sərt bacarığından istifadə edir, başqa bir fəaliyyət biz orada görmürük. O halda, bəli, biz orada ancaq sərt bacarıq götürə bilərik. Amma şagird qarşılıqlı əməkdaşlıqla iş görürsə, qarşılıqlı ünsiyyətlə iş görürsə, biliyi ilə bərabər hansısa bir həyati bacarıqdan istifadə edirsə, mütləq o fəaliyyətdə yumşaq bacarıq var.